Herkese salam. Bu SQL derslərinin ilk videosudur. Bu dərsdə dərs haqqında ümumi məlumatlar və giriş bilgiləri verəcəm. Öncəliklə özüm haqqında danışım. Mənim adım İmandır. Mən 2 ildir ki, data analitik vəzifəsində çalışıram. Vəzifəmdə daha çox Power BI və SQL serverdən istifadə edirəm. Bu dərsdə də SQL serverdən istifadə olunacaq təlim boyunca. Bakalavr təhsili Computer Engineering, master təhsili isə Data Science üzrə almışam. Hal-hazırda doktoranturaya keçid mərhələsindəyəm. Doktoranturaya hazırlaşıram. Bu dərslər kimin üçündür? Dərslər aktuarilər, maliyyə işçiləri, data analitik, SQL öyrənmək istəyən kimsələr üçündür. Bu dərslər əslində SQL developer olmaq üçün kifayət deyil. Çünki daha çox querying, təlimdə daha çox queryingdən danışılacaq. Bəlkə iləri dərslərdə əlavə videolar çəkərəm daha da dərin mövzular üçün. Yəni əsasən data analitikinin işinə yarayacaq informasiyalar bu təlimdə veriləcək. Məqsədim nədir? Dərslərin məqsədi demək olar hədəf kütləsi əsasən kompüter texnologiyaları ilə əlaqədar biliyi olmayan, amma iş gərəyi texnologiyalardan istifadə etməli olan insanlaradır. Yəni auditlər, maliyyə işçiləri, aktuarilər ən sadə və rahat yol ilə SQL və data texnologiyalarının təməli haqqında bilgi vermək istəyirəm. Çünki bu bəzən görürəm ki, bu bəzi insanlar üçün çox çətin və qəliz bir hal kimi görülür, amma halbuki bu belə deyil. Yəni data texnologiyaları haqqında təməl fikri tutandan sonra əslində kompüter IT sferası olduqca sadə çalışır, onu görəsiniz. Ehtiyaclar nədir? SQL serveri kompüteri qurmaq lazımdır. Eyni zamanda practice üçün Northwich database var, ondan istifadə edəcəyik. SQLpractice.com var. Bu da practice üçün saytda girib practice edə bilərsiniz. Ən əsası isə öyrənmə həvəsi və araşdırma bacarığı lazımdır bu işdə. Çünki əgər həvəs yoxdursa, etdiyiniz videolara baxmaq boşuna olacaq. Yəni sadəcə vaxt keçirmiş olacaqsınız. Dərslər necə ilərləyəcək, ondan bəhs edeyim. Hal-hazırda böyük ehtimal siz bu videoya baxırsınızsa, mən bir neçə dərs artıq çəkmişəm, sadəcə yükləməmişəm. Ona görə də bu dəyişiklik göstərə bilər. Yəni məsəl üçün mən hal-hazırda siz bu videoya baxanda bəlkə də 6-cı, 7-ci unitdəyəm. Əlavələr və ya çıxarışlar edə bilərəm. Ona görə indi sizə göstərəcəyim müfrədat dəyişmiş ola bilər iləri dərslərdə, dəyişməmiş də ola bilər. İlk olaraq SQL baza, daha sonra SQL querying mövzuları, üçüncü olaraq da əlavə mövzular, hansı ki, baxsanız sizin üçün yaxşıdır. İlk unit olaraq database nədir, SQL server haqqında bilgilər, daha sonra strukturu haqqında, data tipləri, DDL nədir, DML nədir, ən çox gördüyümüz şeylər bunlardır. Querying data nədir, Unicode nədir və TSQL, PL, Oracle SQL, PostgreSQL bunlar haqqında danışacağıq. SQL server MS SQL-nin yüklənməsi artıq Unit 2-də başlayır. Unit 1-də daha çox belə deyək, şifahi bilgilər, Unit 2-də isə artıq praktikaya keçirik. MS SQL-in yüklənməsi, database-i quraşdırmaq, cədvəl qurmaq, digər database obyektləri haqqında danışacağıq. Transaction logs'dur, diagrams'dır, şemalardır, tablolardır. Yəni databaza nədən formalaşır, onun haqqında danışacağıq. Unit 3-də artıq querying-ə keçə bilərik. Burada where, group by, order by, having, where having, riyazi operatorlar, məntiq qapıları bu şəkil davam edəcək Unit 3. Unit 4 də həmçinin querying-dən davam edir. Case when, date functionslar, ondan sonra aggregate funksiyalar bu şəkil. Unit 5-də artıq ən əsas mövzularından biri olan, yəni mütləq bir şəkildə istifadə olunacaq joinlərdir, cədvəllərin birləşdirilməsidir. Bu dərsdə Unit 5-də bu mövzular haqqında danışacağıq. Unit 6-da artıq demək olar ki, biraz daha əsas mövzular gəlir, təməl mövzulardan ayrılırıq. Bunlar daha çox praktika ilə və business case-ə görə dəyişən məntiqlərdə istifadə olunur. Məsələn, pivot table'lardır, view'lardır, Windows funksiyonlardır. Artıq burada sizdən istənilənə görə dəyişəcək şeylərdir. Davamında nə olacaq? Davamında isə əgər
görsəm ki, nə isə çəkmək lazımdır, unutmuşam, onlar haqqında videolar çəkəcəm, davam edəcəm. Bilmirəm, bəlkə də querylərin optimallaşdırılması haqqında bəlkə videolar, dərsliklər çəkə bilərəm. Yəni bu şəkil davam edəcək. Hələ ki mən Unit 6-ya qədər çıxarda bilmişəm. Bu şəkildə də yəqin davam edər. Əksəriyyətləri falan da bir sonraki videolarda çəkərəm. Praktika videoları falan. Bu qədər, bu dərslik bu qədər. Bir sonraki dərsdə görüşərik.